Düz. İşləyirdim. Canım. Bu qızı da ki, həmin vaxtda tutdum, pulunu ala bilirdin. Pulunu ala bilmirdin, yox idi. Bura girmirdim, həftəliyə girirdim. Yazırdı ki, pullar ver, saat 8 idi, 9 idi. Məcbur olurdum gecədən gecə. Səhər mən o qızı tuta bilmirdim. Gecə getdim, o da taksi olmadı, məcbur oldum, piyada gəldim. Gələndə dalmada oğlan düşdü. Nəysə zəng elədim, çay, pupa falan qabağıma çıx, yalandan allatdım. Dedim, indi saat 11-də gəlirəm, deyəcəklər ki, Allah, bu qız uşağı, gəlin hardan gəlir. İndi vecimə deyil. İndi nə deyir desin, sözü var, gəlsin üzümə desin. Hı. Hı. Mən indi saat gecə saat 12 olsun, 1 olsun zəng eləyirəm. Deyirəm Rüyəm evdə daxil keçək biraz gəzək. Hətta ki daim oğluna deyirəm ki, daim qızına deyirəm gəzirik. İndi qozuma da deyil. Mamam deyir ay bala saat 12-dir. Nə fikirləşəcəklər? Dedim sən bir dənə tək qalmağından fikirləşsinsə, onu fikirləşə bilərsən. Qalan başqa iş nə yox. De qozuma da deyil. Mənim üçün fərqi yoxdur. Heç kim marağında deyiləm. Neyse. Kemal burada mısın? Allah bilir sohbetten Kemal kaçtı. Gedim evdən yaxalanam gəlim. Gedim ben bir duş alayım,